Dərzi şagirdi Əhməd və ağıllı uşaq nağıllar üçün ortaq xüsusiyyət. Hər iki nağılın əvvəli Pişirovla başlayır. Xeyr, bu ancaq dərzi şagirdi Əhmədə aiddir. Nümunələrin hər ikisində sonda baş qəhrəmana cəza verən hökmdar obrazı təsvir edilib. Xeyr, bunlarda baş qəhrəmana sonda cəza verilmir. Əhməd, dərzi şagirdi Əhmədin sonunda deməli şahın qızı ilə evlənir. Ağıllı uşaqda kəndini xilas edir. Hər iki nümunədə Əhməd şahın qızı ilə evlənir. Bu yalnız dərzi şagirdi Əhmədə aiddir. Hər ikisində şahın qızı baş qəhrəmana yardım edir. Bu yalnız dərzi şagirdi Əhmədə aiddir. Ağıllı uşaqda belə bir motiv yoxdur, xanım qızı yoxdur. Hər iki nümunədə almaların sirrini açan ağıllı qəhrəman sonunda qələbə çalır. Doğrudur, hər ikisində Əhməd almaların sirrini açır.